Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhum. Bərəkətli və məğfirətli Ramazan ayının astanasındayıq. Allah bu mübarək Ramazan ayı hər birimiz üçün bərəkətli qərar versin. Mən bu ayın başlaması münasibəti ilə bütün müsəlmanları, xüsusən Əhl-i Beyt dostlarını, xüsusən vilayət xəttində olan bacı qardaşlarımızı Almaniya İmam Zaman Mərkəzi adından təbrik edirəm. Allahdan istəyirəm ki, inşallah Allah bizə bu mübarək ayda faydalananlardan, bağışlananlardan qərar versin inşallah. Əzizlər, mən istəyirəm Ramazan ayı haqqında, Ramazan ayının daha doğrusu əməlləri haqqında bir neçə dəqiqə sizin zamanınızı alım. Ramazan ayı haqqında Quranda Bəqərə surəsində qeyd olunub və onu da deyim ki, Ramazan ayı yeganə aydır ki, Allah o ay haqqında bəhs edir. Bu ayın bir çox əməlləri var, hədislərdə də biz görürük və hətta bu ay görülən savab əməllərin mükafatının bir neçə qat verilməsi ilə bağlı Allah deməli xüsusi qeyd eləyir. Təbii ki, bunlar hədislərlə bizə gəlib çatır. Və bu ayın əməllərindən biri də, bəlkə də birincisi də oruç tutmaqdır. Oruç tutmaq Ramazan ayının əməllərindən biridir ki, sübh azanından məğrib və işa azanına qədər əməli risalələrdə göstərilən əməllərdən biz çəkinməklə oruç tutmuş hesab olunuruq ki, orada yeməkli, içməkli və başqa digər əməllər ki göstərilir, onlardan çəkinirik. Buna deyirlər oruç tutmaq. Bəzən soruşurlar, sual olunur ki, mən də əslində bu videonu hazırlamağımla bəzi suallar əsasında hazırladım ki, dəyərli izləyicilər istifadə edə bilsinlər. Ramazan ayında oruç tutmaq üçün hansı şərtlər vacibdir? Yəni, hansı halda biz oruç tuta bilərik və hansı halda oruç tutmaq vacib deyil? Burada iki yerə bölünür. Ramazan ayında oruç tutmaq o şəxslərə ki, Ramazan ayında oruç tutmaq vacib deyil, onlar iki yerə bölünür. Sonradan onların deməli o oruclarının qəzasını tutmalıdırlar. Bu birinci qrupdur. Ramazan ayında onlara vacib deyil oruç tutmaq. Amma Ramazan ayı bitəndən sonra onlar o tutmadıqları oruc günlərinin sayına görə onlar qəza tutmalıdırlar. Hər günə bir gün. Bir də Ramazan ayında oruç tutmurlar və sonra da onlara qəzası da vacib olmur. Fidyə verməklə bunlar deməli bu ibadəti yerinə yetirmiş olurlar. Bəzən fidyə də imkansız kasıb insanları doyurtmaq, yəni qida vermək, yemək vermək. Bunların detallı şəkildə əməli risalələrdə hamısı qeyd olunur. Biz ümumi bu az bir neçə dəqiqəlik videoda ümumi məlumat vermək istəyirik. Hansı hallarda Ramazan ayının orucu vacib olur? Birinci hal, insan gərək müsəlman olsun. Qeyri-müsəlmanlara Ramazan ayının orucu vacib deyil. Qeyri-müsəlman olmayana namaz da vacib deyil, həc də vacib deyil və s. Eyni zamanda oruc da vacib deyil. İkinci, ağıllı olmalıdır. Ağlı üstündə olmalıdır. Əgər bir adam dəlidirsə və yaxud da huşu başında deyilsə, məsələn komadadırsa, huşu başında deyilsə, ona oruç tutmaq vacib deyil. Üçüncü, həddi buluğa çatmış olsun. Həddi buluq bu yaş həddi ilə və yetkinlik həddinə çatmışlara deyirlər ki, qadınlar üçün 9 yaş, kişilər üçün 15 yaş nəzərdə tutulur. Əlbəttə ki, bu hicri qəməri təqvimi ilə götürülür. Yəni, bizim miladi təqvimi ilə hesablanmır. Çünki hicri qəməri təqvimində ayların sayı 29 və 30 gün olur. Miladi təqvimində bir ay istisna etməklə ayların sayı 30 və 31 gün olur. Burada bu 31 günlərdə müəyyən sonda müəyyən deməli müəyyən bir fərqlilik yaradır. Dördüncüsü, qadir olmalıdır. Yəni oruç tutmağa fiziki imkana çatmalıdır. Çox qoca və yaxud da xəstə halda olmamalıdır. Beşincisi, səfərdə
olmamalıdır. Əgər bir insan səfərdədirsə, o oruç tuta bilməz və səfərdədirsə, eyni zamanda 10 gün qəsdiqamə orada qalmaq niyyəti yoxdursa, onun namazı yarı olduğu kimi, 4 rəkətli namazları yarı olduğu kimi orucu da orada tutmayacaq. Altıncısı isə qadınlara aid olan məsələdir. Bu məsələlərdə yenə də əməli risalələrdə geniş qeyd olunub. Xüsusi günlər var, ayda bir dəfə qadınlar xüsusi günlərdə o qadınlara məxsus olan günlər olur. Bir də uşaq dünyaya gətirdiyi günlər bu günlərə aiddir. Bunlara şəri termindən heyz və nifas halı deyirlər xanımlar üçün. Xanımlar əgər heyz və nifas halındadırlarsa, o zaman da oruç onlara Ramazan ayında onlara vacib deyil. Və bu sadaladığım 6 dənə şərtə görə Ramazan ayında oruç tutmaq vacib olmur. Bunlar əgər yoxdursa, yəni bir adam əgər müsəlmandırsa, bir adam əgər ağıllıdırsa, bir adam əgər həddi buluğa çatıbsa, bir adam əgər oruç tutmağa qüdrəti varsa, bir adam əgər səfərdə deyilsə, bir adam əgər xanımdırsa, heyz və nifas halında deyilsə, onlara oruç tutmaq vacibdir. Və bu 6 şərt onu həm də onu əsaslandırır ki, onu şərtləndirir ki, bir şəxs ki, bu 6 şərtdən biri onun üzərində olsa, onda olsa, o zaman oruç tutmayacaq. Amma orucdan sonra, yəni Ramazan ayından sonra tutmadığı orucun günlərini qəza eləyəcək. Yəni bu ancaq qəza eləməlidir. Belə hallarda. Bir də var ki, bəzi hallar var ki, o hallarda dediyim kimi oruç tutmayacaq. Orucdan sonra onun deməli şəraitinə baxır. Bəzi hallarda qəza tutacaq, bəzi hallarda fidyə verəcək. Bu 6 dənə halda fidyə verə bilməz, ancaq günə-gün orucunu tutmalıdır. Fidyə verə biləcək halları hansılardır? Ağır xəstəlik və ya oruç tutduğunda xəstəliyin artma ehtimalı, 1. İkinci, hamiləlik və yaxud da süd vermə dövrü ki, hamiləlik dövrü olur və yaxud da uşağa süd verəndə əgər xanım oruç tutursa, o müəyyən fəsadlar törədə bilir. Üçüncüsü də qocalıq səbəbi ilə taqətsizlik. Çox qocadır, taqətsizdir. Bu 3 dənə halda isə həm Ramazan ayında oruç tutmayacaq, Ramazan ayından sonra həm qəza eləyə bilər, yenə onun şəraitinə uyğundur, o istəyinə bağlı deyil. Məsələn, kimsə deyə bilməz ki, mən qəza eləyirəm və yaxud da kimsə deyə bilməz ki, mən fidyə verirəm, kasıba, imkansıza yemək verirəm. Bir günlük yeməyinin qədərində nəsə pul və yaxud da yemək formasında təqdim eləyirəm. Bunu da yenə əməli risalələrdə hansı şəraitdə qəzasını tutmalıdır, hansı şəraitdə fidyə verməlidir. Bu 3 dənə şərtdə də deməli onun şəri vəzifəsi bundan ibarətdir. Əziz əzizlər, mən bir daha hər birinizə mübarək Ramazan ayında uğurlar arzulayıram. Allah inşallah bizi həqiqi oruç tutanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.